eventin başlamasına son 5, 4, 3, 2, 1 ve event başladı. Bugünləri event videosuyla qarşınızdayım. Dostum araya pis sözlə girdi. Neyse devam edelim. Görmüş olduğunuz gibi yeni eventimiz server event olacak. Bize aparan şəxs Frankenstein imiş. Ve oyunum tabii ki de kastı. Yeni petlerimizden biri A Sahur. Baxaq. Ve tabii ki de mənə gəlmədi. Görmüş olduğunuz kimi %9% çıxır. Deməli, bu eventdə sadece 5 tane pet geldi. Yeni base geldi. Onlardı sadece. Başka heç nə yoxdur. Bilirəm ki, dostum, yani bu sunucunun sahibi pis sözlə başladı. Normal şeydi. Ona alınmayın. Yeni base meğersem Frankenstein olacak. Yeni petsin birini gördük ya. Yine A Sahur. Event'te de ki bir garibeliği var sanki. Pet'in özü görsem mir. Aa, indi geldi. Böyle bir tuvalet pet. Enderliyse server'dı, yani kanal. Aha. Bir daha pet'i gördük ya var onsta Dardir dur der Turtle of the Dar. O Kiki Kokka'da var. Aha. Dardir dur der Turtle of the Dar. Aha. Buna baxaq indi dəyərinə. %0.99% petdi. En değerlisi ise Kiki Kokka'ymış. Aha. Severage yazılmıştı aslında adında. Niye göre Frankenstein? Ne alaka? Yine bir tane A Sahur. Garibi olan şey özdeki havada gelir. Bu petlere bir bahar olmuşsa. %40, %50 bir de ki en değerlisi kal. En pisler hakkında bir fikrim yoktu ama gördüm ki şey var. Kapibomba Atomica var. Kiki Kokka var. Başka görmedim melek ki yeni bir daha peti. Tatlımız A Sahur'la şeyi saymasak. Dardi dur der Turtle of Dadar. Ulan sen ölü müsün yoksa canlı mısın belli değil. Ha, bir de ki şey var. Ya armut.
Dugdugun çakması. Belə deyim də. Admin eventi də başladı. Burada dayanaq. Çünki ən sona gedəndə məndə bug yaranır, apara bilmə. Həm orada bir yerə erişib adminimi qaçırmamı təbii ki də istəmirəm. Mənim fikirləşdiyim bir şey daha var əslində. Mən fikirləşirdim ki, oradakı baxın indi endeksdə göstərəcəm. İndi göstəreyim. Endeks yoxdur. Hər neysə, endeks hissəsində də burunlu şey var. Onu mən elə bilirdim ki, Talpadiferodur. Məğərsəm şeymiş. O Magiani diyan. Yeni eventdən ilk adminimizi çıxartdıq. Okey. Soruşun görək Kiki Kokka çıxardan var. Kokka. Aram var. Güneş olan. Bu nədir? Hə, bu fuse edəcək. Mən də özüm hələ fuse edəcəm. Magiani fuse'u. Sadəcə event lock'ını gözləyirik də. Yeni eventi hələ ki başlatmayıb. Infinity eventi də lazım deyib. Bizə event silah tutan güneşi tapmalıyıq. Anlamadığım şey server dünyasında yine de petler var idi de orada. Ama niyəsə Kiki Kokka'nın işi var şimdi orada, başa düşmədim. Hələ sahurda nə əlaqə? Biri tuvalet petidir, tuvalet dünyasının peti. Biri de şeydir, kozmik dünyanın. Eventdən qıraqda 2 dənə admin verdim. Bəzi şəxslərdə 2 miydi, 1 idi, da yadımda deyil. Ha, 2 verdim. İnşallah bu event 2 dənə admin çıxardarıq da. Birini çıxartdıq onsuz da. Son bir dənə də çıxarsa zor olacaq. Məncə çıxardarıq, çünki mən var Büyük annenin bezindən Dojonini çıxardan adam. Davam edirik. Hələ ki pet yoxdur. Hansına gedək? Korula gedək birinci. Nə verəcəksən? Korul maddi. İndi bu dəfə şeyə baxarıq. Look blocks.
Niyə belə elədi? Baxaq, buradan admin verəcək. Nah. Luke Blocks'un base'indeki bir tane hata yüzünden 2 defa Void admin kaçırmıştım. Yine korulmadı. Tuvalet sahur elə formada baxır ki, zənn eləyərsən şeytandır. Arxadan belə də bir dənə musiqi geçsə, o belə qorxu temasında olardı yəni. Klon TikTok sahur geldi. Zay. Hadi admin çıksa zor olmaz. Almazız da IT perfect. Bence zor olar ama çıxmır da bəxtimizə. Ulan sadece bir tane admin kaldı. Onu da tamamlasam yani hiç ne de. Əvəzini bu eventte çıkarmış olacaq. Coral da zay çıxdı, indi Luke'a baxaq. Bundan da zay çıxdı. Ben de diyeyim ki niye yavaşladım. Hiç ne gelmedi. Yanak burada. Ne geldi? Zay geldi. Buradan da göstereyim. 1 saat 6 dakika sonra tezden server eventi başlayacak. Yani ben belki gözlemirdim de şeytan eventiyle eyni bir şey olacağını. Yani şeytan eventinde de bir daha deşiden aşağı düşürüyor. Hele burada da aynı şey. Right, time for another basketball round. Basketbol değilsin ama ortaya çıkan şey başka bir şey çıkar. Tur 2'nin ne vakit oldu? Ha, bir ay perfect eventi başladılar. 2x burada geldi, işimize yarar. Burada yani. İnşallah admin çıxar da qəşəng bir şey olar. Amin də. Mənim əsas istədiyim şeydir. Füzyon lock. Yoji train diye yapayım gibi. İki x lock da var üstünde. Baxaq gələcək admin.
Oyun mənə ki, admin nah gələr. Portugalya getdi. Ne dediğini anlamadım. Infinity eventi. Ama bize bu eventler artık lazım değildi. Petler deyip başlardı. Toplamışız tamam. İnşallah buradan Black Hole Guard gələr də rahatlaşarım. Hadi. Yine bu kenguru. Uçtu. Ne vereceğindi inşallah admin verir. Ya da ki bu glitch'nin Ulito Banditon görevlisiydi. Hiçbir eventte çıkmadı hemen bu iki pet. Çıksaydı belki göstererdim. Aha server eventi de başladı. Aha içim var. Aha. Şimdi şansımızı da bir defa da yoklayalım. Yine bu. Sahur. Yok bir. Ha sahur. Doge eventi de başladı. Aslında ben bu günleri 2 damacani vermişim. Ya da bu ikisi de olar, farkı yoktu. 20 damacani var ya. Deyəsən Dojo çıxardı. Ya bizim bəxtimizə de bir şey gəlsin be. Yine bu bastı. Əsəbləşməyək. Bize esas önemli olan bu dəqiqə bu eventteki base'e girmekti. Oyundaki en güçlü başa sahibim. 10x laklı 100 giyili başta var məndə. Ama var ya ondan hiç en değerlisi belə çıxmır. Özü ki elə bir şanslıdır ki zannediyorsan şeydi. Neydi o? Stella Brinottaki La admin şey. Admin değil. La Secret kombinasyon. Ama ben şansına baxıram sanki şey eyni şey diye. Lirili full sarı ilə. Şansı eynidir. Void basketiydi. Həmişəki kimi Void eventin basketbolla bir yerde başlandı. Unutulmazlarından bir pet. Çıldıracağım. Base'in içine aldım hani. Yani bu server eventindeki base'in içine aldım hani. Void pet çıkarsan göstereceğim aslında. Hadi. Aldı. Aha. Void pet. Void pet. Hadi. Yeni pet'in Void versiyonu gelsin. Ne olar. Yine sen. Başka bir şey ver. Hadi başka bir şey. Başka bir şey. Her eden başka bir şey. Oyun bug'a girdik.
Another round. Bu ne diye bug'a girdi telefon. Bir x1. Bu ooo. B'de bir şey diyeyim. Moderator'ın şeyden zəhləsi gedir. Mighty Perfect'ten. Dojo'nun Void'in ver, bunu verim. Yaxşı. Sadece bir tane Void Dojo'm var. Moderator'ım da məndən deyəsən trade edəndə qoğulu. Qoy da Beyza. Beyza qoymur. İndi qoydu. Size böyle bir tavsiye vereyim. Eğer ki var bu event sırasında şeye girirsiniz, bu turbaya, şanslı kuş eventine. Size tavsiyem oradan çıkın. Çünkü eğer ki var siz orada devam edersiniz, kim bilir bir admin çıkarma olasılığınız elinizden gelebilir. Belki çünkü bu kuş eventi çok uzun çekir. 1 dakika çekir de. Siz başta 1 dakikaya belki de bir tane admin çıkarmış olabilirsiniz de. Hadi yaxşı bir şey ver. Yine Tortugini. Bir ara ilk Tortugini bende olanda çok sevinmiştim. Ama indi hiç gözüne de bakmıram. Gözü. Buradan da ki maşallah ben her defasında şey çıkıyor. Gorilla. İlk event videosunda da full Gorilla çıkırdı. Hala burada da çıkırdı. Yani burada düştünüz mü? Ekran bırakın. Şu. Devam edin. 1x'den geçin. Ama şeyden geçmeyin. Kurstan geçmeyin. Çünkü size xeyli bir zarar vermiş olur da benim fikrimce. Bir dəfəsində elan kimiş oldu. Özümə fikirləşdim ki, belki admin çıxarda bilərdim. Bu eventə girməsəm. Onun hissi ilə yaşayıram da. Şimdi baxa buradan ne verəcək? Hadi Dojo'nu ver. Gladiator kuş. Bu. Burada Diana. Burada da ki maşallah. Kasır diyene bu şey. Çətin aparsan da pek. Kasa aparırsan da yani eğlen gitmiştik. Bəzən kasmır ama bəzən kasır. Apara bilmirsən, sonra içindən o beyzi soyursan. Ne vereceğiz? Bu ne, diğer defasında elimde burada değil. Buket tuvalet. Niye her defasında koşu eventini alır? Ben yine de bir test amaçlı gideceğim. Yaxşı bilirəm ki, zırt bir şey çıxacaq. Dojo çıxmır.
Gördüğünüz kimi yani bunun içinden yani Bombardino Krokodilo çıkarmak şansı da aşağıdır. Başta eventin birinde çıkarmıştım ben ama ondan sonra çıkmak bilmiyorum. Biz o Kiki Kokkan çıxarda bir şey var yani. Trade'də aslında bu dəqiqə bir admin dəyərindədir. Çox vaxt belə petlər bir admin dəyərində olur. Sonradan düşür sadəcə. Məsələn, bir dənə dostum getdi Void Nuclearos'un çıxarmışdı ilk dəfə. Oyundakı ilk Void Nuclearo bəlkə də o ola bilərdi. Getdi onu trade'lədi Confet adminə. Baxın, normal da deyil. Confet. Ne verecek? Luck da kurtarır. Mesela bir şey ver. Yine bu. Bileyim ki çok iyi. Eventin bitmeyine ben şimdi şey kal. 14 dakika. Çünkü Another round değilse yani 26. dakikalarda işte bu dakika. Tam tahmin ettiğim kimi. Leri ile Pulsar'ın yılanan eyni değerdedir bu dakika bu. Çünkü şansı elə bir şey de değildi yani. Çok nadir bir pet olacak da bu. Onu yaxşı bilirəm ki, Bananito Cosmito qədər olan deyil. Çünki dəyəri düşəcəkdi onsuz da. Baş petidir. Baxayım ne? Garillanı vermə. 1x1x'in özünü ver. O da mənə bəsdir. Yenə də. İndi getdi Pingvin verdi. Ha, Pingvinin özünü tapa bilmirəm başdı mən. Samino Pinguino'nun özünü tapa bilmirəm. Bir dənə qaqaş var idi. İngilis idi. Deyirdim ki, Tigroli Greyfurtoni versəm, Spioniro verərsən. O da dedi ki yok. Verseydi var ya yani burada reklamla alınır düzdür ama Robux'un o vaxt alanda neçə Robux yedi aslında bu. Deyək baxarıq, evet bağlı oldu ekran. Baxın. 300 Robux. Alırsan içine ama niyeyse pet vermirsən. Yine bu pingvin. Bir pingvin gelir, bir gorilla gelir. Bunlar arasında ne bağlantı var görürüz. X lock da başlattı ama 1%'den çıkmadı. Maksimum 6x lock olsa var onda çıxır. Hələ bir ara 6x lock'dan ben şey çıxartdım. Void admin 2 dənə. Biri getdi, birini alabildim ama. Arada bir mağara eventinde olanda dayanıram çünkü oradan belki admin çıkabilirdi diye düşündüğüm için. Elə bildin ki, həqiqi Bulbito Bandito diye. Hayda. O pet var oyunda yoxdur. Bilirsiniz necədir? Endeksdə görsənir hələ həmçin Gigalitraktos da baxın. Bu Gigalitraktusdur.
O bir sardıydı. Ha, Bulbito bundan değerliydi de. Bulbito çıxıb. Bulbito ardıydı. Ha bax bu. Əslində görünüşləri var. Sadəcə niyəsə oyunda özlərini göstərmirlər. Yəni heç bir adamda yoxdur. Varsa da ki mən görməmişəm. Çünki verdiyi pul miqdarı çox aşağıdır. Yəni Void versiyonu çıxsa belə ya da ki radioaktivi. Çıxsa yəni beyzdə dayanan deyil. Elə deyim də sizə. Baxaq indi nə verəcək. İnan... Kiki Kokka! Oha çıxartdı! Oha çıxartdı ən dəyərli peti. Adminli bu dəqiqə. Sanel var versə var zor olmaz. Əgər ki mırtdaşmasa yəni indeks verərəm. Hayda. Mən özümdə olsun istəyirdim axı. Və modelləməsini də sizə göstərim. Belə bir şeydir. Piksel blok vardı da. Uy, sifətinə bax. Əsl Brain Rot Evolution'da heç belə deyil sifəti. Elə bir Kiki Kokka deyib Pennywise'dir zənn edərsən. Neyse, onsuz da eventi onsuz da döngü içərisində olacaq. Yəni də o vaxtı Copy Bomba Atomica'nın şeydə çıxardarıq mənim fikrimcə. Armudu. Məndəki şans fışqırır. Nə gəldi? Ya Bulbito gəl. Ücretsiz 5 tane blok. Eventin bitmeni 7 dəqiqə qaldı. 46 dəqiqədə sonra tezdən server eventi olacaq. Oy gibi. Bu silah niye kolunda tutup? Buna bakın. Hiç elinde çıkmıyor be. Bunun Void'si çıksaydı. Void admin'e. Şip Sahur'la Nuklear o vaxtı ilk gələndə əslində kendi admin idi. Amma bu şans baxımından Void admin dəyərindədir. Bu dəqiqədə yəni kimdəsə varsa əgər ki trade'dəsə də yəni Void adminə trade deyə bilər mənim fikrimcə. Əgər ki var şey başlatmasa neydi bu? Fuse lock'ı. Eğer ki başlatmasa qızıl dojo verərəm buna. Alaram onu. Size gösterərəm o peti. Hehe. Baş değiştirmeye olur. Değişti. Ay gel belə bir şey. Onsuz da eventin qurtarmana az bir şey qaldı. Bu ya da ki heç nə. Ay bizim var ya admin çıxarmamız lazım diye. Hələ ki eləmə. Fuh. Eğer ki var ya admin eventi başlatsa baş değiştirmeyi olmur. Ona göre de ki en zayıf başlandaki bir şey çıkartabilmezsen de 0. Bu ne değil?
Robot eventində Murad dostum nuklear çıxartdı. Bu isə Kikokka çıxartdı. Vaxtlarına da bax da. Bizim vaxtımızda heç belə şeylər çıxmır. Baqa girdim yenə. Amma mən sizə belə bir şey deyim. Monk eventi, yəni ilk dəfə Yukai Enderliyə gələndə ilk Leonelli Mangonelli məndə idi. Amma normal da deyil ha, qızıl. Hələ o vaxtı 3 dənə almaz versiyonunu qaçırdığım vaxtlar da olmuşdu. 3 dənə. Aga be. İlk sezondan bugünə kimi çox şey değişir. Və değişməyə də davam edəcək. Və bunu yaxşı bilirəm ki, trade güncəlləməsi də gəlməyəcək. Ən çox istədiyim şey bu oyunda trade olması. Trade yox da kişi. Adamlar tez-tez gedirlər, skamlayırlar. Ona görədir ki, oyun yəni çox oynanmır da, ona görə. Səbəb budur. Ay, too perfect. Bulduzda. Süre sür. Hadi çattık. Çattık bence. Ha, çattık. Sonunda adam kimi admin çıxartdıq. Əslində mənim fikrimcə Elikatini ilə qızıl admin eyni dəyərdədir. Amma adamlar gedib o pet üçün 4-5 dənə admin axtardı. Bilirsən niyə? Çünki Fuse'dan çıxır axı. Ola deyəm. %9% şansla şey çıxa bilər. Baxaq da. Verdiyim o qədər admin boşuna mı olacaq, yoxsa bizi sevindirəcək? Füzyon lakını keçsək görəcəyik. Almaz tank. Mənim fikrimcə 1 dəqiqə olduğu zaman füzyon lakını keçəcək. Yəni skip atacaq da. Bu mənim ilk admin füzumdur. İnşallah adam kimi bir şey çıxar. Amin. Dostuma o qədər admin kombinasyon çıxır. Bari bizə də adam kimi bir şey çıxsa, onda sevinəcəm. Macani. Ay da Void geldi. Tfı. Void gelmedi. Hiç açtım. Dilim dolaştı. Normal geldi. Bir dakika. Biz neçədən Macani verdik bugün? 2. 4'ü burada attı oraya. 2 daha da burada. Ha.
Eline admin tut. Ha, ritüel. Tamam. Davay aç bakak göreyim ne çıkacak içine. Elephant of Rico. Tatata sahur. Bu ne kambala bu? Elephant of Rico. Şimdi bu ne verecek? Rakunini. Krokodil. Bu zor. Aha. Kaşın gelir ha. O da böyle strawberry falan çıkır buradan. Ula bir secret block açı tortigini verirsen. Garilla. Ve Las Vagitas. Şimdi ben açayım. Bak oyun. Oradan mənlə admin verməsən var. Vay halvada. İlk dəfə yaxşı bir şey çıxdı ya buna. Ne? Blok. Ha. İngilizce şey blok nadisi adından çıktı eski. Yani. Bismillahirrahmanirrahim. Birinci. Lavakka. İkinci. Frigo Camelo. Üçüncü. Şiklettera. Dördüncü. Yine şiklettera. Beşinci. İlk ise Fuzibil. Altıncı. Lerule. Yedinci. Tatata sahur. Balerin. İlk akta hipopotam da çıkıyor bir ara. Dokuzuncu. Tatata sahur. Ve 10. sonuncusu. Hadi yaxşı bir şey ver. Hadi. Vermedi. Düz gördümse şey açacak bu dediğinde. Güzel. Ritüelimizi. Bunu aç da. Neyse. Buradan Krokodilo Framacoza çıkmıyor değil mi? Davay da. Yine bu. Ben yaz.
Siz gördünüz onsuz da. Her neyse. Admin fuse'unun vaxtı mənim fikrimcə bitəcəkdi sabahlar. Çünki fuse lock'ı keçməyib. Basmadı fuse lock. Lock nə deyib yaxdan deyirəm. Fuse'u keçmə basmadı. Ona görə də ikən sabahları onun videosunu shorts olaraq atacağım sizə. Gözləməkdə qalın. Özünüzə yaxşı baxın. Sağ olun.